İranda etirazların yatırıldığı bar bağırılsa da Tasnim kimi agentliklər tərəfindən, hansının ki domen Amerika Birləşmiş Ştatları tərəfindən bloklanıb, bağlanıb, sayt Telegramda fəaliyyət göstərir, sayta giriş etmək olmur. Demək olar ki, yeni domen yaratsalar da, onu da yəni dünya güclərinin əlində olan şeyləri də var, internet falan bloklayırlar. Onlar çünki ancaq Xamneyi nə deyirsə, hökumət deyir ki, etirazlar yoxdur, nümayişlər dağılıb və s. və ilaxır. Bunlar da onu paylaşırlar. Beynəlxalq mediada məcburdur istinad geri bir dənə ora qalıb İsnaya, İrnaya. Onlar da onsuz da hakimiyyət yönlüdür və yaxud da Nour olsun, Press TV olsun, İran International olsun. Yəni bunlar bu kimi kütləvi informasiya vasitələri elə də giriş əldə edə bilmirlər informasiyalara. Starlink pulsuz edəndən sonra interneti İran üçün, yəni bu Molla rejimi işıqları söndürsə də eləsə də dəhşətli görüntülər yayılıb. Onlardan birini Amerika Birləşmiş Ştatları həmin görüntülərdən birini yayıb. İran polisinin etirazçılara ateş açması, onlara qarşı zorakılıq tətbiq etməsi və s. və ilaxır bunlar adi hal alıb artıq. Bu Məhsa Əmininin öldürülməsindən sonra, ölümündən sonraki etirazlarda da bunun şahid olub bütün dünya, xüsusilə region ölkələri, qonşular, Azərbaycanda həmçinin. Amma politologlardan biri paylaşım eləmişdi. Facebookda gördüm, gözüm sataşdı. Dəqiq xatırlamıram ki, paylaşım eləmişdi. Orada deyilir ki, elə görüntülər yayılıb ki, məsələn, İran bu Sepahın, təhlükəsizlik qüvvələrinin falanın, İranın o Xamneyini qoruyanlarının snayperləri xəstəxanaya sığınmış etirazçıların gözlərindən hədəf alıb öldürüblər. Ən azı 400-ə yaxın insanı. Dünən gecə saatlarında xarici mediada yayılan məlumata görə ölü sayı İranda 3000-ə çatmışdı, amma ölü sayı əlbəttə ki, bu 3000-i də keçib yəqin ki. Həbs olunanlar da İran tərəfi rəsmi açıqlamışdı ki, 297 terrorçu qiyamçı nəzərdə tutulurlar. Yəni, çevriliş eləmək istəyənlər həbs olunub. Amma RANA kimi hüquq müdafiəsi agentlikləri, xəbər agentlikləri də həm də onlar yaymışlar ki, 550 nəfər təkcə Sistan və Bəlucistan vilayətlərində, 3-4 şəhərdə hələ bu qədər adam saxlanılıb, onlardan 350-si həbs olunub. Bu həbs olunanların da çoxu edama məhkum olunacaq əlbəttə ki, bu rejim hakimiyyətdə qalarsa, hakimiyyətdə qalmazsa, kim gələ bilər hakimiyyətə? Amerika Birləşmiş Ştatlarının mətbuatına görə versiyalardan biri hakimiyyətin tam olaraq Məsud Pezeşkiyana ötürülməsidir. Yəni, ABŞ İranda dini dövlət sistemini aradan qaldırıb, Xamneyini uzaqlaşdırdıqdan sonra Pezeşkiyanın hakimiyyətə tam sahib olmasını istəyir. İsrail də bu variantı arzulayır. Hesab edilir ki, Pezeşkiyan nüvə proqramından imtina edib, Qərblə yaxın münasibətlər quracaq. Şahzadə Rza Pəhləvə isə İranda hakimiyyətə qayıtması çətin görünür. Çünki İranın qeyri-fars xalqları, əsasən də Azərbaycanlılar, yumşaq desək ona nifrət edir. Atası Məmməd Rza Pəhləvi də hakimiyyətinin son günlərində Təbrizi bombalamışdı.